Bizim burada iştirakımız məhz Yeddi Oğul İstərəm filminin 55 illiyi ilə bağlıdır. Və bu mənada Ayazlı Şaxtalı bir qış axşamı hörmətli Ramilə xan bizi dəvət edib. Ustad, və bizdən istədiyi odur ki, biz xatirələr danışaq və maraqlı hadisələr danışaq. Bu maraqlı hadisələr, xatirələr bir Vasiyanın oyunları ilə bağlı idi. Birini mən danışacağım, birini də sən danış. Amma mən istəyirəm Həsən Ağa Turabovu, İsmail Osmanlı, Işıq Samanovu, Həsən Məmmədovu, Şahmır Ələkbərovu, Ələskər İbrahimovu, Elçin Məmmədovu mütləq yada salaq. Sözsüz ki, hörmətli Tofiq Tağzadə və Rasim İsmailov başda olmaqla. Bu əziz günlərdə Allah onları rüşad eləsin. Yubileyimiz çox mübarək olsun. O film ki, Yeddi Oğul İstərəm, şəxsən mənim Azərbaycan filmdə ilk filmim olub ki, o vaxt biz dəvət alanda doğrudan da hamımızın sevincinə səbəb oldu ki, biz gənclər Yeddi Oğul İstərəmə sınaq çəkilişinə dəvət aldıq. Bildiyimiz kimi Kamil Rüstəmbəyov, Allah onu qəni-qəni rəhmət eləsin. Amin. Televiziyanın görkəmli rejissorlarından olan Kamil hər dəfə bizim tamaşalara baxırdı və bu Yeddi Oğul İstərəm filmini çəkəndə o cümlədən də mən Əzimov Rafiqi Şahsvar roluna, sınaq çəkilişinə dəvət eləyir. Bu dəvətdə təsəvvür eləyin ki, getdik, o vaxtki komsomolçuların kostyumlarını seçdik, özümə paltar seçdim. Mənə iki ilk xeyirduanı verən, Allah ona qəni-qəni rəhmət eləsin, filmin rəssamı Nadir Zeynalov. Ora, mən elə Şahsuvarı belə görürəm. Getdim, çəkildim, gəldim və mənim ilk gəlişim filmdə, pavilyonda, kinostudiyada əlimdə səməni gələn yerimdir ki, Novruz bayramı ərəfəsində. Kətdə bir xanım verdi mənə, il qoyun üstündə təhvil olacaq, hamı can deyib, can eşidəcək. Bu sözlə başlayır. İndi oturmuşam, ışığı qururlar, dekoru qururlar, hər şey hazır olanda məni dəvət eləyəcəklər. Birdən gördüm ki, ara, bu nədir? Səməni yadımdan çıxıb, getdim rekvizit sexinə ki, səmənini götürəm, gördüm, orada yadlarından çıxıb səməni qoymayıblar. Allah, mən denəyəcəm, indi qırğın başlayacaq, beynim də işləyir. Getdim, bu kinostudiyanın, o Cəfər Cabalının heykəli ətrafında otluq vardı. Bir labatka tapdım, biraz otdan götürdüm, getdim, krantda yudum, təmizlədim, nimçə tapdım, qayçı tapdım, cəltdim, elədim, səməni gəldim, oturdum yerimdə. Hələ oturmuşdum, dedilər ki, səni çağırırlar. Deməli, mənim Bismillah elədiyim ilk dəfə səməni ilə gələn səhnəm oldu ki... Şansı var, nereden tapmışsan? Kətdə bir gəlin verdi mənə. Deyirəm axı, nə yaxşı ətri var? Sabah bayram axşamıdır. Deyirlər, il qoyun üstündə təhvil olub. Qoyun üstə təhvil olanda nə olur ki? Ölüm itim olmayacaq. Hamı can deyib, can eşidəcək. Sən hardan bilirsən belə şeyləri? Sən sünni adamsan, belə şeyləri bilməzsən, inanmırsan? İnanıram. Sən mən niyə varam? Fəxr eləyirik ki, Yeddi Oğul İstərəm filmi dünyanın çox qitələrini fəth elədi. O vaxtları bizə deyirdilər ki, mən o vaxt ekran jurnalı O sənin o danışdığın səməni epizodu ilə bağlı, mənim də orada bir xatirəm var, etiraz eləmirsən sən. Buyur. Demək, mən ümumiyyətlə bəxtigir adamım o mənada ki, mən uşaqlıqda mədəniyyət davası eləmişəm və belə bir filmdə gəldim, belə bir rol qismət oldu. Həmin epizodda, Rafiq müəllim dediyi epizodda, mən divardan böyük bir afiş asıram, orada yazılır ki, bütün ölkələrin proletarları birləşir. Və Həsən Qara rəhmətlikdə bütün ölkələrin proletarları birləşir. Və orada deyir ki, oğlum, proletarı nə deməkdir? Mənə uzun bir mətin vermişlər. İzah eləyirdim falan, əsəbləşirdim, dedim, Toy müəllim. Nəsə alınmır falan, rəhmətli Yusif Totur falan. Yusif qayıtdı ki, bir kəlmə deyinən, elə oradan. Deyinən ki, sənsən proletar. Və mən Allah eləməsin və bunu sonra çox söz söhbətə səbəb oldu, o da Allah eləməsin.
Və filmin ən maraqlı iki epizodunun biri Rafiqin səməni düzəlməsi idi, bir də proletarlar sözü idi falan. Çünki yadda qalan maraqlı epizodlar idilər. Cahan proletarları toplaşın. Əmi zəhmət olmasın. Oğul, Hə. proletarları nədir? Sənsən proletar. Mən hara proletarları hara? Allah göstərməsin. Hələ iş prosesi gedəndə Allah rəhmət eləsin Yusuf Səmədoğlu'na ssenari üzərində işləyirlər Kamillə. Yusuf Səmədoğlu öz xatirələrində deyir ki, Kamil, gəl bunu 7 ol istərəmi o aktyorları dəvət eləyək ki, onlar sənət aləminə yenicə qədəm qoymuş aktyorlar olsun. Həqiqətən də belə olur, bizləri çağırırlar. Sonra film deməli çox belə uğurla nətərdim göstərilir. Biz hələ gənc ikən Nizami küçəsi, o vaxtlar Targov edilən küçədə hamımız 7-miz də gəzəndə deyirdilər ki, 7 oğul istərəm gəlir. 7 oğul istərəm. Şəhərə çıxa bilmirdik. İnanın. Gənc ikən biz artıq məşhurlaşmışdıq. Allah rəhmət eləsin Xəyyam Mirzəzadəyə. Bu film dediyim kimi bütün qitələri gəzdi. Kamil deyir, Xəyyam deyir ki, mən deyir Amerikadayam. Broadway'də gördüm ki, küçənin o başında iri böyük bir reklam. Allah, 7 oğul istərəm, atın belində. 7'si də. Təsəvvür elə ki, deyir, qəhərləndim, sevincimdən, gözümdən yaş axırdı. ASTV-də bunu danışır, mənim tüklərim biz-biz oldu. Deyirəm, Allah, o deyir, Azərbaycan hara, 7 oğul istərəm hara, Amerika hara. İndi təsəvvür eləyin ki, 55 ildir bu film nümayiş olunur. SSR vaxtında çəkilən ən çox valyuta gətirən film, SSR-də çəkilən 10 filmin içərisində 7 oğul istərəmin də adı vardı ki, SSR bankına ən çox valyuta daxil olan film kimi. O vaxt bizə deyirdilər ki, əgər o valyutanın 1%-i Bizə versəydilər, kinostudiyaya versəydilər, bizə də verirlər. kinostudiyanın qapısı qızıldan olardı. Bir maraqlı əhvalat. Bir maraqlını da deyirəm, atlarla mən Bakıda doğulan, mən ömrümdə at minməyən, bizi artıq təsdiq eləyəndə göndərdilər Cıdır meydançasına ki, atları sürək, öyrənək. Hər birimizin də özünün atının adı vardı. Mənim atımın adı Limondur. Nəsir adlı bir bizim məşqçimiz vardı. Bizə öyrədir atı nətər sürərlər. Evdə kişmiş qalmırdı, qənd qalmırdı. Gətirib atlara yedirdim öz atıma. Özümüz yəhərləyirdik, özümüz samanını, suyunu verirdik. İndi Tofiq Tağızadə eşitdik ki, kinasıda pıça-pışlar gedir ki, Tofiq, Kamil falan, sən demə torbanı tikiblər. Kamilin torbası tikilib. Artıq filmi çəkməlidir, deməli Tofiq Tağızadə. Nə var? Kamil Rüstəmbəyov, bəy nəslindən olduğu üçün bəlkə də bu filmi çəkə bilməz falan. Amma bildiyimiz kimi Kamil deməli Axırıncı Aşırın filmini Ədil İskəndərov, Allah rəhmət eləsin, tapşırdı. Allah rəhmət eləsin. Çox yüksək səviyyədə də çəkdi. İndi bu 7 oğul istərəm ki, deyəndə ki, bu nə üçün belə müvəffəqiyyət qazanıb? Çünki hamımızdan soruşanda ki, bu filmin müvəffəqiyyəti nədən ibarətdir? Bir ağızdan hamımız deyirdik ki, səmimiyyət. Qobustanda çəkiləndə mənim bir bərəkətli sumkam vardı. Onun içində cirəduzdan tutmuş nə istəyirsən vardı. O qayalığın üstündəki süfrə açılırdı. İşıqçıdan tutmuş, fəhləsindən tutmuş, yaracıhidən tutmuş, hamısı onun ətrafında bir tam yeyirdilər. 50-50 də olur dərdim. Tofiq Tağızadənin də 2 dənə termosu vardı. Birinci, ikinci yeməklər. Onun da mədəsində biraz nətər deyim, xəstəlik vardı deyə gərək vaxtında yeydi o. Davud Zöhrabov, bizim filmin direktoru, birdən Tofiq Məmmədov qışqırır ki, Tofiq, sənə tapşırmamışam ki, ya
atlar üçün bir dənə daldalanmağa yer düzəltginən atları gün vurdu. Mənim də Davudla biraz zarafatım var. Dedim, Davud, biz at qədər də yoxuq. Heç olmazsa bizim üçün də bir daldalanmağa yer düzəldin də. İndi təsəvvür eləyin ki, o atlar ki, bizim altımızdakı atlar ki, nətərdim, biz onları ki sürürdük. O atlar gününə deməli 50 manat alırdı. Bizsə 25 manat. Onun da ki stavkamız bizim Çoxumuzun yox idi, 16-50 idi. 16 manat yarım idi. Tofiq Ağzadə deməli Kino İttifaqına müraciət edir ki, 7 oğul istərəm üçün onlar üçün 25 manat. Əgər Moskvaya yazsaydılar, deməli günümüzə 50 manat almalıydıq. De görüm yolu görürsən? Bənədi, Ay sağ ol. Nə görürsən? yolda dana uzanıb gedir. Onu bilirəm. De görüm yolda bir qaraltı olsa görərsən? Bənədi, Ay sağ ol qaqan, işində o. Demək, mən sizə çox maraqlı bir xatirə danışacağım. Demək, o vaxt mən Moskvada qəbul olunmuşdum, artıq rejissorluq fakültəsində oxuyurdum. Mənə Tofiq Gili zəng elədilər ki, bəs Doğul bugün rəsmi təqdim olunur və SSR Kino Nazirliyində. Və mən də dəvət olundum, gəldim ora. Çoxlu buradan əngəllər vardı film haqqında. Çoxlu əngəllər vardı, problemlər vardı. Və buradan da biraz çuğullar, bizi istəyənlər dırnaq arası ora müəyyən informasiyalar vermişdik. Bu Velikolevdi Semyorkadan, 7 oğul 7 qız film var, Yaponların, Amerikanlar, oradan götürülmə şeydi falan. Biz də oturmuşuq SSR Kinoda da, başda da o vaxt nazir də Yermaş adlı bir kişiydi, Polyak əsirli falan. Və orada redaksiya heyəti var, hamısının söz sahibidir. Və duran başladı bizi oradan buradan qılınclamağa, biraz bize irad tutmağa. Biz de büzüşüb oturmuşuq falan. Və birdən rəhmətli Tofiq Tağzadə dedi ki, əgər məsələ belə qoyulubsa, hələ Kolumb Amerikanlaşmamışdı. Bizimkilər at belində gün çıxan, gün batan bütün dünyanı işğal eləmişdilər. Türk at belində gəldi, bütün dünyalara itaət edir. Bu bir. İkincisi, xoşsa gəlmirsə, aparıb Azərbaycanda göstərir. Onda Yermaş, nazir, hər şey hiss elədi. Bax, mən o hadisənin bir avazda şahidiyəm. Durdağa dedi ki, mənə, dedi ki, Ruscan dedi ki, bəs dedi, bu cavan oğlan deyəsən orada oynayanlardan biridir. Dedim, bəli. Dedi, bəs nə yaxşı dəvət olmuş, dedim, bəs mən hazırda Moskvada oxuyuram, rejissorluq fakültəsində və mənə zəng elədilər, mən də gəldim iştirak edeyim. Və dedi ki, hamının yanında, icazə ver səndən avtoqraf alım. Nazir dedi, bu SSR Kino'nun naziri. Və bu avtoqraf sözü ilə də film məsələsi həll olundu və birinci kateqoriya ilə film qəbul olundu. Və bugün onun dünyanın, ölkələrin gəzməsinin kökündə rejissorun və o milli mənəvi dəyərlərimizi Allah bugün ortaya qoyan möhtəsəm sujet dramaturgiya və Səməd Vurğundan gələn Yusif Vəkilovun qələmindən çıxan möhtəşəm dəyərlərin hesabınadır. O şey ki, millətin tarixi ilə, ruhu ilə, milli mənəvi dəyəri ilə, adəti ilə, ənənəsi ilə bağlıdır və burada bir şeydən də Rafi də deyər, orada bizim də maraqlı epizodumuz var. Demək olar ki, Dəli Kürdən sonra ilk dəfə biz Novruz bayramı çəkdik orada. Nə qədər onun ötürü söz söhbətlərə səbəb oldu, Moskvada mənim yadımda, doğru əfədə mən Moskvada oxuyurdum. Və bilirsən necədir, yəni o dəyərlər ki var, onları qoruyub saxlamaq üçün Sovet dönəmində söhbət gedir. Biz istəməyənlər həmişə olub, bugün də var, sabah da olacaq. Amma o yerdəki Ədil İskəndərov xarakteri vardı. O yerdəki Heydər Əliyevin adı vardı. Və o yerdəki rejissor prinsipiallıq göstərdi müəlliflə bir yerdə. Və nəticədə Axırıncı Aşırım kimi, Dəli Kür kimi, Yeddi Oğul İstərəm Nəsim kimi filmlər gəldi, çıxdı ortalığa. Bunlar elə boş yerdən deyildi. Bunun arxasında dayanan, kinonun böyük qeyrətini çəkən, milli mənəvi dəyərlərimizin arxasında dayanan Heydər Əliyev başda olmayan Ədil İskəndərov vardı, Tofiq Tağzadə, Seyid Bəylər, kimlər vardı. Böyük əsərləri, böyük şəxsiyyətlər yaradılır. Elə belə öz heç bir yaranmır. Geray Bey kimi kişi tanınmaz, elə deyil mi? Yenə deyirəm, mən nikbin adamam. Su gələn arxa bir də gələr. Gec gələr, güc gələr. Mən əminəm ki, indiki müasirlik dövrümüzdə yenə də elə filmlər çəkmək olar. Amma bir balaca müəyyən təşkilatlar bu məsələyə çox ciddi yanaşsınlar. Bizim xalqımızın istedadlılığını, onların yaradıcılığını xarici ölkələrə nümayiş etdirmək üçün kino ən gözəl vasitədir.
Uğurlar diləyirəm hamımıza. Sağ olun. Birisi necədir? Böyük təbiətlər yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz. Bu bir naxış idi. Bu bir intibah dövrü idi kinomuzun və böyük ustadların eyni vaxtda gəlib kinoda cəm olması və dövlətin rəhbərliyinə yuxarı səviyyədə kino mədəniyyətə böyük dəyər verən bir şəxsiyyətin gəlməsi və nəhayət Azərbaycanda kinonun inkişaf dövrünün, qaynar dövrünün möhtərəm bir idi, qaynar dövrü idi. Və sözsüz ki, kino sənəti rejissor sənətidir. Heç təsadüfi deyil ki, Cəfər Cabbarlıdan, Üzeyir bəydən, Atakişiyevdən, Mikayılovdan, Səməd Mərdanovdan, Seyidbəlidən, Tağızadədən, Seyidzadədən başlayan möhtəşəm kino məktəbi artıq formalaşmışdı, oturuşmuşdu və böyük peşəkarların içərisində bu intibah dövründə məhz yaranan bütün əsərlər bir neçəsinin adını çəkdik. O cümlədən də 7 oğul istərəm. Bu filmlər var, bu filmlər Azərbaycan xalqının mənəvi sərvətidir və çox xoşbəxtdir ki, biz qismən də olsa burada və o birisi adı çəkilən filmlərin demək olar ki, mən əksəriyyətində həm rejissor kimi, həm aktyor kimi iştirak eləmişəm. Və bugün mənim taliyimdə Dəli Kür kimi, Nəsimi kimi, Axırıncı Açılıq kimi filmlər də var. Və bu mənada mən bugün kinonun 67 il ömrün həyatın kinoya xidmət edən bir adam kimi həm böyük sevinç içərisində bu əsərlər var, tarixdir, bunlar əbədi bizi iləndir, həm də çox sevinirəm ki, ənənə müəyyən problemlər yaşayır. Və bugün mən əlimdən gələn hər şey eləyirəm və eləyəcəyəm də inşallah böyük bir səfərbərliyə hazırlaşmışıq ki, Azərbaycan kino məbədgahı olan Azərbaycan Film Kinostudiyası mütləq bərpa olunmalıdır, klassik ənənələr özümüzə qayıtmalıdır. Bu ocağın işığı heç cür sönə bilməz. Və bu mənada mən sizə təşəkkür edirəm və 7 oğlu yaradanlara təşəkkür edirəm. Azərbaycan Kino Məktəbinin yaradanlara təşəkkür edirəm. Hörmətli Rafi müəllim dedi, bu xalqın istedadına heç bir şübhə yoxdur. Genetik olaraq bu xalq böyük tarixlər, mədəniyyətlər yaradan, dünyanın ilk yaranış sivilizasiyasını formalaşdıran bir xalqdır. Bu mənada sadəcə olaraq təşkilati məsələlər biraz yuxarıdan, biraz aşağı, biraz kənardan və təşkil olunandan sonra 7 oğul istərəm ki, filmlər inşallah çəkiləcək və siz də bunun şahidi olacaqsınız. Bir daha təşəkkür edirəm. Dünyasını dəyişənlərini Allah ruhu şad eləsin. Və bu günlər Rafi müəllim də Ənvərə bir də can sağlığı arzu eləyir. Biz hələ varıq. Və nə qədər 7 oğul nümunə olaraq bugün bizdə Dəli Kür kimi, Nəsimi kimi, Böyük Dayaq kimi, Axırıncı Aşırım kimi filmlər var. Bunların hamısı mütləq Azərbaycan tamaşasına bugün gənclərimiz kinodan çox uzaq düşüblər. Bugün gənclərimiz kütləvi şəkildə mobil telefon xəstəliyinə yonxulublar. Və bunların hamısı soya kökə qaytarmaq üçün mütləq bu filmlər təbliğ olunmalıdır. Hovard dağa qaldır, Hovard dağdan indirir. Bugün Azərbaycan filminə arxa dayaq lazımdır. O köhnə soya kökə qayıtmaq üçün biz səfərbər olmalıyıq. Necə 44 günlük müharibədə səfərbər olduq, ağlımıza gəlməyən möcüzəli bir qalibiyyət yaratdıq Cənab Prezident bir kəlmə çağışı ilə. Demək, bu xalqın gen yaddaşındadır bu hər şey, bu milli ruh. Və bu mənada mən əminəm, bugün 7 oğul bir nümunə olaraq başlanğıc kimi olsun, digər filmlərimiz də yazılsın, çəkilsin, təbliğ olunsun və böyük kino mədəniyyətimiz özümüzə qaytaraq inşallah. Ramilə xanıma da dərindən təşəkkür edirik ki, 55 illik filmi, 7 oğul istərəm filmini bir daha Qədirbilən tamaşaçılarımıza yad etdi. Nə vaxt, nə desəz, biz çalışmalıyıq ki, kinomuz var olsun, inkişaf eləsin. Bu yaşımızda biz kinoda varıq. Çox sağ olun, var olun. Var olun. Mən yaşamaq Guguy.
dəfə də bəy aradan çıxsa, batdıq. Qorxma Qasım, qaçmaz. Qadan alım, mən o zırramanın yanında bastır. Mir Paşanı deyirəm. Allah sizə rəhmət eləsin, ölülər.